Qoç. Heç bir vacib iş planlaşdırmayın, imkan daxilində yükünüzü azaldın. Şərait həmişə sizin xeyrinizə olmayacaq. İş yerində münaqişələrdən uzaq durun, çünki nüfuzunuzu zədələmə ehtimalı var. Bacardığınız və köməyə ehtiyac duymadan həll edə biləcəyiniz işlərə diqqət yetirin. Adi tapşırıqlarla məşğul olun, uzun müddətdir yığılmış işləri qaydaya salın. Xırda xoşagəlməzliklərə baxmayaraq, günün nəticələri sizi qane edəcək. Ailəli qoçlar axşamı yaxın insanları ilə keçirsələr yaxşı olar. Problemlərinizi və narahatlıqlarınızı bölüşüb dəstək ala, gücünüzü bərpa edə bilərsiniz. Özünəynam əla keyfiyyətdir, amma bugün bu xüsusiyyətiniz sizə mane ola bilər, çünki məntiqli hədləri aşa bilər. Ona görə inadkarlıq göstərmək və hər şeyi hamıdan yaxşı bildiyinizi düşünmək lazım deyil. Hər vəziyyətdə sözünüzü keçirməyə çalışmayın, bu sizi haqlı çıxarmayacaq, amma ətrafınızdakilarla münasibətləri poza bilər. Əksər qoçlar bugün səbirli və düşüncəli olmalıdırlar ki, səhvlərə yol verməsin və maliyyə itkiləri ilə qarşılaşmasınlar. Axşam, uzun müddətdir görmədiyiniz qohumlarla ünsiyyət üçün münasib vaxt olacaq. Söhbət edəcək, paylaşacaq çox mövzu tapılacaq. Yeni başlanğıclar və nailiyyətlər üçün uğurlu gündür. Ambisiyanız artacaq və onu düzgün istiqamətə yönəltmək vacib olacaq. Uzun müddətdir təxirə saldığınız işlərlə məşğul olsanız, gözlənilmədən yüksək nəticələr əldə edəcəksiniz. Bəzi qoçlara köhnə borclar geri qaytarılacaq, bu da tam vaxtında olacaq. İndi gələcəklə bağlı planlar qurmaq və onları etibarlı müttəfiqlərlə müzakirə etmək üçün münasib zamandır. Siz uğurlu gələcək üçün möhkəm təməl ata və nüfuzlu insanların dəstəyini qazana bilərsiniz. Amma unutmayın, artıq öhdəliklər götürmək və tələsik vədlər vermək yersiz olar. Ulduzlar sizə uğur vəd edir, lakin bu, taleyə tamamilə güvənib heç bir şey etməmək demək deyil. Əksinə, qətiyyətlə hərəkət etmək daha yaxşıdır. Əgər vaxtınızı boş yerə itirməsəniz, uzun müddət həll edə bilmədiyiniz məsələlərə nöqtə qoya və gələcək uğurlar üçün təməl qura bilərsiniz. Bir çox qoçlar planlaşdırılmış bütün işlərin öhdəsindən gələcək, hətta yaşlı qohumlara kömək etməyə də vaxt tapacaq. İctimai yerlərə çıxmaqdan və qonaqlıq dəvətlərindən imtina etməyin. Çox güman ki, uzun müddətdir tanıdığınız bir insanla romantik hekayə başlaya bilər. Bu məsələdə sizin artan cazibədarlığınız mühüm rol oynayacaq. Bugün həm öz problemlərinizi, həm də başqalarının məsələlərini həll etməli olacaqsınız. Asan olmayacaq, tez uyğunlaşmalı, bir neçə işlə eyni anda məşğul olmalısınız. Bəzi qoçlar yaxınlarına təcili yardım göstərməli olacaq. Sakitliyi qorumaq çətinləşə bilər, kiçik bir məsələ belə əsəb partlayışına səbəb ola bilər. Amma emosiyalarınızı cilovlasanız, hər şeyin öhdəsindən uğurla gələcəksiniz. Günün ortasında intuisiyanız güclənəcək və bu sizə doğru qərarlar qəbul etməkdə kömək edəcək. Yeni tanışlıqlar mümkündür. Bəzi qoçlar nüfuzlu himayədar qazana bilər, bu isə karyeralarına güclü təkan verəcək. Vacib işlərə başlamaq üçün biraz gözləmək daha yaxşı olar. Səhər saatlarında əksər qoçlar yaxınlarının problemlərini həll etməklə məşğul olmalı olacaqlar, buna görə də işə tam şəkildə fokuslanmaq asan olmayacaq. Əhvalınız da ürəkaçan olmayacaq. Lakin bir qədər sonra özünüzə nəzarət edə biləcəksiniz. Günün ortalarından etibarən vəziyyətin yaxşıya doğru dəyişdiyini hiss edəcəksiniz. Yetərincə səy göstərən qoçlar heyrətamiz nəticələr əldə edəcəklər. Gözlənilməz istedadlar üzə çıxacaq, rəhbərliyin və digər nüfuzlu şəxslərin qarşısında yaxşı təəssürat yaratmaq mümkün olacaq. Buğa. Səhər özünüzü idarə etmək asan olmayacaq, amma çalışmalısınız. Bir çox buğalar hər mövzuda mübahisə etmək və haqlı olduqlarını sübut etmək istəyəcəklər. Belə davranış hər zaman uyğun qarşılanmayacaq. Sizin üçün önəmli insanlarla fikir ayrılığı mümkündür, amma ciddi münaqişələr gözlənilmir. Günün ikinci yarısı daha uğurlu keçəcək. Bir sıra ziddiyyətləri yumşaltmaq və səhvləri düzəltmək mümkün olacaq. Qeyri-adi şəraitdə maraqlı insanlarla tanış ola bilərsiniz. Bəzi işgüzar münasibətlər romantikaya çevrilə bilər. Səhər bir qədər tutqun və əsəbi olacaqsınız. Pis əhvalınızı ətrafdakılara yansıtmayın. Günü adət etdiyiniz və asanlıqla öhdəsindən gəldiyiniz işlərlə başlamaq daha yaxşıdır. Bu həm əhvalınızı düzəldəcək, həm də uzun müddətdir təxirə saldığınız xırda problemləri həll etməyə kömək edəcək.
Bir çox buğalar tənqidə qarşı həssas olacaqlar və hər bir iradı şəxsən qəbul edəcəklər, bu isə həmişə düzgün deyil. Uğura aparan yol əməkdaşlıqdır, rəqabət deyil. Ona görə də cazibədarlığınızı işə salın, bu sizdə çox yaxşı alınır, sadəcə biraz səy göstərmək kifayətdir. Səhər saatlarında pozitiv qalmaq və yaxınlarınıza xırda məsələlərə görə ilişməmək çətin olacaq. Ən yaxşısı ev işləri ilə məşğul olun, lazımsız əşyalardan xilas olun və yaşayış yerinizi daha rahat etmək barədə düşünün. Bəlkə də təcili bir şeyi təmir etməli olacaqsınız, amma bu sizə problem yaratmayacaq. Əgər həyatınızda nəsə dəyişmək istəyirdinizsə, bugün ilk addımları atmaq üçün münasib zamandır. Bəlkə də iş yerinizi dəyişmək və ya ətrafınızdakı insanlarla münasibətləri yenidən dəyərləndirmək qərarına gələcəksiniz. Uzun müddət davam edən bəzi münasibətlərə son qoymaq lazım gələcək, amma bu sizin xeyrinizə olacaq. Bəzi planları ləğv etmək və ya təxirə salmaq lazım gələcək. Şərtlər sizi yolda dəyişikliklər etməyə məcbur edəcək və bu həmişə asan olmayacaq. Bir çox buğalar əhval-ruhiyyə dəyişikliyinə meyilli olacaqlar. Yaxınlarınızı incitməmək üçün onlara qarşı sərt davranmamaq vacibdir. Əgər impulsivliyinizi cilovlasanız və gözünüzə dəyən hər şeyi almamazsanız, maddi çətinliklərdən qaça bilərsiniz. Mürəkkəb məsələləri müzakirə etmək və mühüm qərarlar qəbul etmək üçün ən uyğun vaxt deyil. Tezliklə nəzərə alınmalı olan yeni şərtlər aşkarlanacaq. O zaman necə hərəkət etməyin və nələr edə biləcəyiniz daha yaxşı başa düşüləcək. Ətrafınızdakiların dəstəyi sizə faydalı olacaq və siz ona arxalana bilərsiniz. Bir çox buğalar özlərini ən yaxşı tərəfdən göstərəcək, nüfuzlarını artıracaq və rəhbərlikdən layiqli təqdir alacaqlar. Qətiyyətli, enerjili və özünə inamlı olacaqsınız, bu da günün çağırışlarına asanlıqla sinə gəlməyə imkan verəcək. Emosiyaları tarazlaşdırmaq və güc toplamaq üçün sevdiyiniz insan və ya yaxın dostlarla söhbət etmək yaxşıdır. Ciddi mövzulardan danışmaq əvəzinə sadəcə xoş bir söhbət edin və ya maraqlı bir işlə birlikdə məşğul olun. Hər cür vəzifənin öhdəsindən gələ biləcəksiniz. Sağlam düşüncə, peşəkar təcrübə və praktik yanaşmanız düzgün qərarlar verməyə, çətin vəziyyətlərdən çıxış yolu tapmağa və rəqiblərdən irəlidə olmağa imkan verəcək. Əksər buğalar faydalı əlaqələr quracaq və gələcək üçün nüfuzlu insanların dəstəyini qazanacaqlar. Yaxınlarınızın və dostlarınızın işlərinizə müdaxiləsi mümkündür və bu çox yerində olacaq. Onlara bəzi yorucu vəzifələri həvalə edə biləcəksiniz ki, özünüz daha maraqlı və yaradıcı məsələlərə vaxt ayırasınız. Uzun zamandır öyrənmək istədiyiniz bacarıqları əldə etmək üçün yaxşı imkan yaranacaq. Əkizlər. İnsanları özünüzə tərəf cəlb etməkdə uğurlu olacaqsınız, hətta əvvəlcə sizə qarşı mənfi münasibətdə olanları belə ram edə biləcəksiniz. Sizin cazibənizə qarşı durmaq çətin olacaq. Müqavilələr bağlayarkən yalnız öz maraqlarınızı deyil, bütün tərəflərin faydasını nəzərə alacaqsınız. İş yerində romanın başlanması da mümkündür. Bir çox əkizləri gəlirlərinin artması gözləyir, baxmayaraq ki, bu qısa müddətli olacaq. Axşam ev işlərinə, yaxınlarınızla ünsiyyətə və yaxşı istirahətə kifayət qədər vaxt və gücünüz olacaq. Sizi narahat edən mövzularda söhbətlər münasibətləri daha səmimi və etibarlı edəcək. Əvvəl düşünün, sonra hərəkət edin. Yalnız bu qayda ilə uğur qazanacaq və xoşagəlməzliklərdən yayınacaqsınız. Bir çox əkizlər bugün həddən artıq emosional və düşünmədən davranmağa meyilli olacaqlar. Özünüzü nəzarətdə saxlayın və ilk impulsun təsiri ilə hərəkət etməyin. Sağlam düşüncə və soyuqqanlılıq sizin ən yaxın dostlarınız olacaq. Rəqabətə meyliniz artacaq, bu isə hər kəsin xoşuna gəlməyəcək. Amma əgər şəxsi ambisiyalar deyil, işin xeyrini ön planda tutsanız, planlarınızın hamısı uğurla həyata keçəcək. Bugün hərəkət vaxtıdır. Narahatlıq və tərəddüdlərə vaxt itirməyin, hər şey yolunda gedəcək. Əsas olan, səbirli olmaq və səy göstərməkdir. Bəzən nəticələr üçün bir qədər gözləmək lazım olacaq, amma bu sizi ruhdan salmayacaq. Bir çox əkizlər özlərində indiyə qədər fərq etmədikləri gizli bacarıqları kəşf edəcəklər. Bu da bugünkü məsələlərin həllində çox faydalı olacaq. Yeni sahədə özünüzü sınamaq və ya nəyisə öyrənmək üçün əla gündür. Hər şeyi tək başına etməyə çalışmayın. Təcrübəli dostlarınız sizə faydalı məsləhətlər və ideyalar təqdim etməyə hazır olacaqlar. Qazanacağınız biliklər uzun müddət yadda qalacaq və yaxın gələcəkdə sizə kömək edəcək.
Sizin qarşıda çoxlu işlər var və onların hamısı xoş olmaya bilər. Ancaq heç nə öz-özünə həll olunmayacaq, ona görə də qollarınızı çırmalayıb planlarınızı həyata keçirməyə başlayın. Bu prosesdə hər şeyin əvvəlcə göründüyü qədər darıxdırıcı və çətin olmadığını kəşf edəcəksiniz. Bir çox əkizlərə qohumlar və dostlar kömək edəcək, ancaq bunun üçün onlardan bunu xahiş etmək lazım olacaq. Qeybətlərdən qaçmağa çalışın və özünüzdə yoxlanılmamış məlumatları yaymayın. Əks təqdirdə nüfuzunuza ciddi zərər vura bilərsiniz. Gələcək planlarınızı hətta etibarlı insanlarla belə müzakirə etməyin. Bugün başqalarının fikirləri yersiz ola bilər və sizi çaşdıra bilər. İlham səhərdən sizə yoldaşlıq edəcək. İndiyə qədər heç kim cəsarət etmədiyi işlərə başlamaq vaxtıdır. Ən mürəkkəb və qeyri-müəyyən situasiyalarda belə gözlənilməz həll yolları tapacaqsınız. İddialı layihələrə başlamaq üçün əlverişli zamandır. Hər şey düşündüyünüzdən asan alınacaq. Hətta hansısa işlər planlaşdırdığınız kimi getməsə belə vəziyyəti öz xeyrinizə dəyişməyi bacaracaqsınız. Bir çox əkizlər gəlir əldə edəcək və ya yeni qazanc mənbəyi tapacaqlar. Əsas odur ki, vaxtı boşa xərcləməyin. Günün ikinci yarısında müsbət meyllər üstünlük qazanacaq. Lakin əvvəlcə çoxsaylı işlər yığılıb qalacaq və onları təxirə salmaq mümkün olmayacaq. Əksər əkizlər bütün vəzifələrin öhdəsindən gəlmək üçün xeyli çalışmalı olacaqlar. Günün ilk yarısında ətrafınızdakilardan kömək gözləməyə dəyməz. Sizə rədd cavabı verilməsə də nə istədiyinizi izah etmək çətin olacaq. Ona görə də yalnız özünüzə arxalanın, xırda şeylərə aludə olmayın və boş yerə narahatlıq keçirməyin. Günün ikinci yarısında siz bütün işlərin öhdəsindən gələcək və hətta əvvəlki gecikmələrinizi kompensasiya edə biləcəksiniz. Bir çox əkizlər ünsiyyətdə birbaşa və dürüst olacaqlar. Bu, hər kəsin xoşuna gəlməsə də danışıqlarda əla nəticələr əldə etməyə imkan verəcək. Xərçəng. Günün ilk yarısı işgüzar ünsiyyət üçün xüsusilə əlverişlidir. Nüfuzlu insanlarla aparılan danışıqlar uğurla nəticələnəcək. Qarşınızda cazibədar imkanlar açılacaq, onları vaxtında görmək və qaçırmamaq vacibdir. Gözlənilməz mənbələrdən birdəfəlik pul daxil olmaları mümkündür. Günün ikinci yarısında bəzi xərçənglərin diqqəti yayınacaq. İstirahət etmək, özünüzə güzəştə getmək və öhdəliklərə məhəl qoymamaq istəyi yarana bilər. Amma özünüzü toparlamağa çalışın. Ailə üzvləri və ya sevdiyiniz insanla kiçik anlaşılmazlıqlar mümkündür. Çətin məsələlərin öhdəsindən gəlməli olacaqsınız, amma bu sizi ruhdan salmayacaq, əksinə ilham verəcək. Bir çox xərçənglərdə gizli istedadlar üzə çıxacaq və bu qeyri-adi həll yolları tapmağa və özünüzü ən yaxşı tərəfdən göstərməyə imkan verəcək. Əgər uzun müddətdir yeni bir işə başlamağı düşünürsünüzsə, artıq hərəkətə keçməyin vaxtıdır. Amma səhv və yanlış addımlar ehtimalı yüksəkdir, buna görə də təcrübəli insanların məsləhətlərini qulaq ardına vurmayın. Etibar etdiyiniz həmkarlarınızdan kömək istəməkdən də çəkinməyin. Bugün əhvalınız yüksək olacaq və hər şeyə nikbin baxacaqsınız. Kiçik çətinliklər sizi öz yolunuzdan döndərə bilməyəcək. Vacib işlərin öhdəsindən rahatlıqla gələcək, həm yaşlı, həm də kiçik qohumlara zaman ayıracaq və yardıma ehtiyacı olanlara kömək edəcəksiniz. Bir çox xərçənglər maraqlı insanlarla tanış olacaq. Bu münasibətlər gələcəkdə səmimi dostluğa çevrilə bilər. Axşama doğru maliyyə məsələlərində daha diqqətli olun. Pul borc verməkdən çəkinin, qaytarılması düşündüyünüzdən uzun çəkə bilər. Siz qətiyyətli olacaqsınız, buna görə də heç bir gözlənilməz hadisə sizi çaşdırmayacaq. Enerji artımı sayəsində həm planlaşdırdığınız, həm də uzun müddət təxirə saldığınız işlərin öhdəsindən gələcəksiniz. Köhnə bir hobbi ilə məşğul olmaq imkanı tapacaqsınız və bu sizə çoxlu zövq verəcək. Günün ikinci yarısında bir çox xərçənglər gözləmədikləri problemlərlə üzləşəcəklər. Bu problemləri tək başına həll etməyə çalışmayın, etibarlı müttəfiqlər köməyə gələcək və yükün bir hissəsini öz üzərinə götürəcək. Bugün uğurlarınızda cazibədarlığınız mühüm rol oynayacaq. İnsanlarla münasibət qurmaqda çətinlik çəkməyəcəksiniz. Hətta əvvəldən sizə qarşı qərəzli olanlar belə sizin cazibənizə tab gətirə bilməyəcək. Bu fürsətdən məqsədlərinizə çatmaq üçün yararlana bilərsiniz. Populyarlığınız artacaq, faydalı tanışlıqlar baş verəcək. Bəzi xərçənglər işgüzar əlaqələr quracaqlar.
Yaradıcılıq və optimizm sizə bir çox məsələləri həll etməyə yardım edəcək. Ancaq davranışda həddən artıq diqqət çəkmək istəyi imicinizə mənfi təsir göstərə bilər, ehtiyatlı olun. Enerjinizin artdığını hiss edəcəksiniz, amma onu düzgün istiqamətə yönəltmək vacibdir. Özünüzə inamınız artacaq, buna görə də səhər saatları cəsarətli başlanğıclar və geniş miqyaslı layihələr üçün əlverişlidir. Bir çox xərçənglərdə əvvəllər heç üzə çıxmayan yaradıcılıq qabiliyyətləri oyanacaq. Qarşınıza çıxan bir çox çətinlikləri dəf edə biləcək, həmkarlar və rəhbərlik qarşısında özünüzü yaxşı tərəfdən göstərə biləcəksiniz. Səmərəli sövdələşmələr bağlamaq imkanı yaranacaq və burada sizin cazibədarlığınız və nitq qabiliyyətiniz mühüm rol oynayacaq. İnsanlarla asanlıqla dil tapacaq, onlarda sizə qarşı simpatiya və güzəştə getmək istəyi oyada biləcəksiniz. Yeni tanışlıqlar gecikməyəcək və bəziləri zamanla romantik münasibətə çevrilə bilər. Şiir. Hətta ən çətin məsələlərin öhdəsindən gələ biləcəksiniz. İlham və intuisiya istənilən çətinliyi aradan qaldırmağa, uğurlu həll yolları tapmağa və rəqibləri qabaqlamağa kömək edəcək. Kollektiv iş üçün əlverişli gündür. İş yoldaşlarınızla əməkdaşlıq səmərəli olacaq və əldə edilən nəticələr gözləntiləri üstələyəcək. Bir çox şirlər etibarlı tərəfdaşlar qazanacaqlar. Günün ikinci yarısında plansız alış-verişdən və emosiyalara qapılaraq edilən xərclərdən uzaq durun. Yaxın dostlarla görüş və ya romantik görüş çoxlu müsbət emosiyalar gətirəcək. Çevik düşünmək bacarığınız bugün sizə çox lazım olacaq. Eyni vaxtda həm ailə məsələlərini, həm də iş tapşırıqlarını həll etməli olacaqsınız. Bu asan olmayacaq, amma xırda şeylərə görə əsəbləşməsəniz və diqqətinizi yayındırmasanız, hər şeyin öhdəsindən gələcəksiniz. Günün ortasında bir çox uğurlu imkanlar yaranacaq və onlardan vaxtında istifadə etmək vacibdir. Bir çox şirlər faydalı tanışlıqlar edəcəklər. Uzun müddətdir sizi narahat edən məsələləri müzakirə etmək üçün əla vaxtdır. Yardım elə insanlardan gələcək ki, onlardan heç gözləmirdiniz. Bugün planlarınızı yerindəcə dəyişməli olacaqsınız. Xüsusilə günün birinci yarısında emosiyalarınıza nəzarət etmək çətin olacaq. Ətrafınızdakılar da buna kömək etməyəcək. Sizə elə gələcək ki, yaxınlarınız səbrinizi sınayır. Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. Asan qazanc vəd edən insanlara aldanmayın. Riskli təşəbbüslərdən uzaq durun. Əgər intuisiyanıza qulaq asarsınızsa, səhvlərdən də yan keçə bilərsiniz. Hər şeyi çox ürəyinizə yaxın qəbul etməyin. Səhər əhvalınız ideal olacaq və ətrafınızdakılara qarşı sərt davranmamağa çalışmanız vacibdir. Hər şey ilk cəhddə alınmaya bilər. Bəzi işləri sonraya təxirə salmaq və ya yaxınlarınızdan kömək istəmək daha məqsədə uyğun ola bilər. Xüsusilə də təcili problemlər olmayacaq, buna görə də rahatlıqla diqqətinizi yayındırıb istirahət edə bilərsiniz. Alış-verişə gedərkən impulsivliyə qapılmayın. Düşünülməmiş xərclərə meyil yaxın gələcəkdə maddi çətinliklərə səbəb ola bilər. Tez pul qazanma yolları axtarmayın, bu sadəcə gücünüzü və vaxtınızı boşa xərcləməyə gətirib çıxaracaq. Gözlədiyiniz kimi hər şey istədiyiniz kimi getməyəcək. Tənqidə qarşı həssaslıq artacaq, adi şərhlər belə sizi incidə bilər. Hətta adətən yaxşı anlaşılan insanlarla belə bugün ortaq dil tapmaq çətin ola bilər. Bu səbəbdən də ünsiyyəti minimuma endirib, yalnız özünüz bacaracağınız işlərə yönəlsəniz daha yaxşı olacaq. Diqqətsizlik və yayınma doğru qərar qəbul etməyə mane ola bilər. Detal tələb edən məsələləri kiməsə həvalə etməyə və ya heç olmasa nəticəni yoxlatmağa çalışın. Səhər saatlarında şəxsi məsələlərlə bağlı narahatlıq içində olacaqsınız, buna görə də işə fokuslanmaq çətin olacaq. Yaxınlarınızın problemlərinə diqqət yetirməli olacaqsınız, amma bu çox vaxtınızı almayacaq. Bir çox şirlər üçün ətrafdakılarla dil tapmaq adi günlərə nisbətən daha çətin olacaq, baxmayaraq ki, əvvəl bu onlara asanlıqla başa gəlirdi. Lakin bu çətinlik uzun çəkməyəcək. Günün ortasında ümidsiz görünən məsələləri həll etmək imkanı yaranacaq. Etibarlı müttəfiqlərdən yardım gələcək və siz bu yardımı istəməyə belə ehtiyac duymayacaqsınız. Qız. Səbirli olun, bu sizə lazım olacaq. Hər şey birinci cəhddə alınmayacaq. Bəzən yalnız öz işinizi yox, başqalarının səhvlərini də düzəltməli olacaqsınız. İmkan daxilində rəhbərliyin gözünə görünməməyə çalışın.
Nəticəsi yalnız sizdən asılı olan işlərlə məşğul olmaq daha yaxşıdır. Düşünülməmiş xərclərdən və emosional alış-verişdən qaçın. Çətin gündən sonra əksər qızların yaxşı əhval-ruhiyyəyə ehtiyacı olacaq. Bunun üçün sevdiyiniz insanla ünsiyyət, teatra və ya konsertə getmək, yaxud sadəcə sevdiyiniz məşğuliyyətlə vaxt keçirmək faydalı olacaq. Hər şey hamar keçməyəcək. Əsas maneə isə şəxsi həyatla bağlı daxili ziddiyyətlər və əsassız narahatlıqlar olacaq. Bu səbəbdən günə vacib və məsuliyyətli işlərlə başlamamaq daha yaxşıdır. Etibar etdiyiniz biri ilə danışmaq faydalı olar, sizə kömək və dəstək göstəriləcək, yetər ki, bunu istəyin. Bir çox qızların yaradıcılıq potensialı tam şəkildə üzə çıxacaq. Çətin vəziyyətlərdən çıxış yolu tapmaq və qeyri-standart iş həlləri təklif etmək bacarığınız artacaq. Günün ortasında yeni işgüzar əlaqələr qurmaq şansı yaranacaq. Xüsusilə xarici tərəfdaşlarla əməkdaşlıq uğurlu olacaq. Vacib işləri təxirə salmayın. Günün əvvəlində enerjiniz yüksək olacaq, pozitiv əhval-ruhiyyə isə hər cür gözlənilməzliyə qarşı dayanıqlı olmağa kömək edəcək. Sizin ətrafınızdakılar isə yorucu və darıxdırıcı işləri məmnuniyyətlə öz üzərinə götürəcəklər. Çox qızlar öz cazibəsi və həvəsi ilə başqalarını da ruhlandıra biləcək. Yeni tanışlıqlar və əvvəlki əlaqələri bərpa etmək üçün ideal gündür. Bu münasibətlər işdə və biznesdə faydalı ola bilər. Ehtimal ki, bugün yeni romantik münasibət də başlaya bilər, xüsusilə uzun müddət dost olduğunuz və ya bir yerdə işlədiyiniz biri ilə. Xırda şeylərə həddindən artıq əhəmiyyət verməyin. Bu, bir çox xoşagəlməz vəziyyətlərdən və yaxınlarla münaqişələrdən qaçmağa kömək edəcək. Günün ilk yarısı böyük işlər və ciddi söhbətlər üçün çox uyğun deyil, lakin bu zaman nizam-intizam yarada, lazımsız şeylərdən xilas ola və ətrafda rahat bir mühit formalaşdıra bilərsiniz. Günün ortasında xoş dəyişikliklər dövrü başlayacaq. Bir çox qızları şəxsi həyatlarında xoş dəyişikliklər gözləyir. Münasibətləri bərpa etmək istəyənlər üçün belə bir imkan yaranacaq. Axşam sevdiyiniz insan və ya yaxın dostunuzla gələcək planlarınızı müzakirə etmək üçün əla vaxt olacaq. Günün əvvəlindən çox şey gözləməyin ki, məyus olmayasınız. Ətrafda gərgin atmosfer ola bilər, həmkarlarla fikir ayrılıqları mümkündür. Əməkdaşlıq o qədər də məhsuldar olmayacaq, ona görə də ən yaxşısı öz gücünüzə arxalanmaqdır. Ailə üzvləri işlərinizə qarışmaq istəyə bilər. Əsəbləşməyin, onların enerjisini düzgün istiqamətə yönəltməyə çalışın. Bəlkə də bəzi yorucu ev işlərini onlara həvalə edib özünüz daha maraqlı işlərlə məşğul ola bilərsiniz. Optimist ruh halı adətən sizə yardım edir, amma bugün bəzən uyğun olmayacaq. Bir çox qızlar öz imkanlarını olduğundan artıq qiymətləndirəcəklər və bu da onların öhdəsindən gələ bilməyəcəkləri qədər çox iş götürmələrinə səbəb olacaq. Əvvəllər verdiyiniz sözləri unutmayın ki, məsuliyyətsiz və etibarsız biri kimi tanınmayasınız və reputasiyanızı korlamayasınız. Günün ikinci yarısı daha uğurlu keçəcək. Sizin sağlam düşüncəniz və praktikliyiniz ön plana çıxacaq və bir çox çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Bəzi qızlar rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək dəyərli təkliflər verə biləcəklər. Tərəzi. Səhəri ən vacib işlərlə başlamaq düzgün olmaz. İş ritminə alışmaq və uyğun əhval-ruhiyyəyə düşmək üçün bir az vaxt lazım olacaq. Gərginlik və narahatlıq hissi yarana bilər, buna görə bu dövrdə vacib qərarlar qəbul etmək və ciddi söhbətlər aparmaq məsləhət deyil. Bir qədər sonra emosiyalarla daha yaxşı baş edə biləcəksiniz və gün uğurlu keçəcək. Ailəli tərəzilər axşam planlarını dəyişməli olacaqlar. Ev işləri sizin diqqətinizi tələb edəcək. Çətinlik çəkmədən öhdəsindən gələcəksiniz, amma düşündüyünüzdən daha çox vaxt aparacaq. Yeni başlanğıclar üçün əla gündür. Özünüzü ən yaxşı tərəfdən göstərə biləcək, liderlik bacarıqlarınızı nümayiş etdirəcək və karyerada irəliləyəcəksiniz. Əmək və səyləriniz layiqincə qiymətləndiriləcək. Bəzi tərəzilər işlə bağlı maraqlı təkliflər və ya mükafat alacaqlar. Günün ikinci yarısında enerji axını hiss edəcəksiniz və bu sayədə başqalarının çox vaxt sərf etdiyi işi siz asanlıqla və tez bitirəcəksiniz. Lakin ailə məsələləri və şəxsi həyatla bağlı narahatlıqlar diqqətinizi yayındıra bilər. Bu səbəbdən tələsməyin və emosiyaların təsiri ilə qərar verməyin. Gün hamar keçməyəcək. Amma bir çox tərəzilər özlərində güc tapacaq və çox işin öhdəsindən gələcəklər.
İndiyə qədər başlamağa cəsarət etmədiyiniz işlərə bugün başlaya bilərsiniz. Yaşlı qohumların məsləhətləri gözlənilmədən faydalı və yerində olacaq. Ola bilər ki, yaxınlarınızın problemlərini həll etmək üçün öz işlərinizi qısa müddətlik təxirə salmalı olasınız. Bu sizi çox yormayacaq, əvəzində münasibətlərdə müsbət dəyişikliklər baş verəcək. Sizin aktivliyinizə həsəd aparmaq olar. Əvvəllər başlaya bilmədiyiniz bütün işləri yerinə yetirmək mümkün olacaq. Eyni zamanda bir çox tərəzilər şəxsi həyatlarında baş verənlərə görə narahat olacaqlar, baxmayaraq ki, buna əsas həmişə olmayacaq. Rəqabət ruhunuz artacaq, lakin bu həmişə faydalı olmayacaq. Hər mübahisədə qalib gəlməyə çalışmaq ətrafınızdakiları qəzəbləndirəcək və nüfuzunuza mənfi təsir edəcək. Əgər enerjinizi cari problemləri həll etməyə yönəltsəniz, olduqca təsirli nəticələr əldə edəcəksiniz. Əgər uzun müddətdir böyük bir işə başlamaq istəsəniz, indi vaxtıdır. Uğur sizinlə olacaq. Sadəcə səbirli olun, detallara diqqət yetirin və tələsməyin. Bir çox tərəzilər fəal, lakin impulsiv olacaq. Əgər bu enerjini düzgün yönləndirsəniz, nəticələr sizi sevindirəcək. Yeni biliklər qazanmaq, qəliz məsələləri araşdırmaq, imtahanlara hazırlaşmaq üçün əlverişli gündür. Eyni zamanda sizə faydalı olacaq mühüm informasiyalar paylaşılacaq. Rəqibləriniz üzərində üstünlük qazanmaq şansınız yüksəkdir. İlk cəhddə hər şey istədiyiniz kimi alınmayacaq. Səhər saatlarında evdəki problemləri həll etməli olacaqsınız və bu, əhvalınıza mənfi təsir edəcək. Ətrafınızdakilarla münaqişələrdən qaçmağa çalışın. Ciddi səbəblər olmadan mübahisələr yaranmayacaq, ona görə də təmkin və incəliklə hərəkət etsəniz, xoşagəlməz situasiyalardan yayına bilərsiniz. Ətrafınızdakilarla dil tapmaq həmişə asan olmayacaq. İşdə həmkarlarınızın köməyinə bel bağlamayın. Onlar sizə rədd cavabı verməsələr də razılığa gəlmək asan olmayacaq. Buna görə də öz gücünüzə arxalanın. Əgər xırda şeylərə vaxt itirməsəniz, bütün işlərin öhdəsindən gələcəksiniz, amma gözlədiyinizdən biraz çox vaxt lazım olacaq. Əqrəb. Səhər adi günlərdən daha əsəbi və həyəcanlı ola bilərsiniz. Çoxlu səfərləri olan əqrəblər vaxtlarını öncədən planlaşdırmalıdırlar ki, gecikməsinlər. Rabitə və ya texniki avadanlıqla bağlı xırda nasazlıqlar mümkündür, amma bunları asanlıqla aradan qaldırmaq olar. Axşam ictimai həyat, dost məclisləri və romantik görüşlər üçün əlverişli olacaq. Uzun müddət davam edən münasibətlərə yeni nəfəs verə bilərsiniz. Yeni başlayan münasibətlər isə parlaq təəssüratlar və emosional yüksəliş gətirəcək. Səbirli olun, bu sizə çox lazım olacaq. Hər zaman vəziyyəti düzgün qiymətləndirmək və düzgün qərar vermək mümkün olmayacaq. Odur ki, tələsməyin və ətrafınızdakilara sizi tələsdirməyə imkan verməyin. Əvvəldən səhv etməmək, sonra onları düzəltməyə çalışmaqdan qat-qat vacibdir. Bəzi əqrəblər üçün aqressiv və ya tənqidi davranan insanlarla ünsiyyət çətin olacaq. Amma nəzakət və incəlik ciddi qarşıdurmaların qarşısını almağa kömək edəcək. Günün ikinci yarısında müsbət meyllər üstünlük təşkil edəcək. Ümidsiz görünən işlər belə hərəkətə keçəcək və irəliləyiş olacaq. Özünüzlə üzləşmək üçün münasib zamandır. Əgər uzun müddətdir sizi narahat edən daxili çəkişmələr varsa, bugün onların səbəblərini analiz edib nəticə çıxarmaq üçün əlverişli olacaq. Əksər əqrəblər bunun üçün sakitlik və təklik tapa biləcək. Təxirə salınmış yaradıcı istedadlarınız üzə çıxacaq. Köhnə hobbiyə qayıtmaq və ya yeni bir məşğuliyyət sınamaq üçün gözəl fürsətdir. Bəlkə bu məşğuliyyət sizi tam əhatə etməyəcək, amma siz prosesdən zövq alacaqsınız. Siz müxtəlif insanlarla çoxlu söhbətlər etməli olacaqsınız. Narahat olmayın, artan dərrakəniz sayəsində hər kəsə asanlıqla yanaşma tapacaqsınız. Bəzi əqrəblər rəqiblər üzərində üstünlük qazanmağa kömək edəcək vacib məlumatlar öyrənəcək. Evdə kiçik təmir işləri ilə məşğul olmaq lazım gələ bilər, lakin bu, çətin və ya yorucu olmayacaq. Bundan əlavə, köhnə dostlar və ailə üzvləri köməyə gələcək. Eyni zamanda, lazımdan artıq xərcləməməyə diqqət edin. Pul saymaq vərdişi bu dövrdə xüsusilə faydalı olacaq. Fürsəti əldən verməyin. Nüfuzlu insanlarla əlaqə qurmaq və dəstək qazanmaq üçün əla gündür. Bunda artan cazibəniz mühüm rol oynayacaq. Siz çox zəkalı olacaqsınız və istənilən insana yanaşma tapmağı bacaracaqsınız.
Enerjinizi böyük layihələrə yönəldin, nəticə mütləq olacaq. Axşam üçün vacib işləri saxlamaq tövsiyə olunmur. Kiçik çətinliklər və maneələr ola bilər. İntuisiyanız sizə nə vaxt israr etməyin, nə vaxtsa isə gözləməyin lazım olduğunu söyləyəcək. Gün qarışıq və hadisələrlə dolu olacaq. Sakitlik və tarazlıq sizə çox yardım edəcək. Gözlənilməz hallar olsa da sizi narahat etmək mümkün olmayacaq. Bir çox əqrəblər liderlik keyfiyyətlərini nümayiş etdirəcəklər və bununla da sürətli karyera yüksəlişi şanslarını artıracaqlar. Fərqli insanlarla uğurla razılığa gələ biləcəksiniz. Bəzi köhnə rəqiblər sizin tərəfinizə keçəcəklər. İşgüzar görüşlər yaxşı keçəcək, bütün tərəflər üçün faydalı kompromislər əldə ediləcək. Ox atan. Səhər ruh yüksəkliyi hiss edəcəksiniz, bu da çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. İş yoldaşları və tərəfdaşlarla razılıq əldə etmək adi günlərdən daha sürətli alınacaq. Sizə məmnuniyyətlə kömək edəcəklər. Bağlanan müqavilələr gəlirli olacaq. Bir çox ox atanlar rəhbərliyin gözündə yaxşı təəssürat yaradacaqlar. Bəzi işgüzar münasibətlər romantik istiqamət alacaq. Axşam qonaqları qəbul etmək və ya qonaq getmək üçün münasib vaxtdır. Siz həm enerji toplayacaq, həm də maraqlı insanlarla yeni tanışlıqlar quracaqsınız. Hədiyyələr və xoş diqqət nişanları da mümkündür. Bütün rəqibləri geridə qoymaq və hər mübahisədə qalib gəlmək istəyəcəksiniz. Bu istək təqdirə layiqdir, amma hər zaman uyğun olmaya bilər. Unutmayın ki, başqalarının hiss və maraqlarını da nəzərə almaq vacibdir. Bir çox ox atanlar bugün çox çevik düşünəcək, intuisiya da onları yarı yolda qoymayacaq. Bu isə sərfəli razılaşmalar, gəlirli müqavilələr və mühüm sənədlərin imzalanması üçün imkan yaradacaq. Rəhbərliklə asanlıqla dil tapacaqsınız, bəziləriniz isə nüfuzlu himayədarlar qazanacaqsınız. Gün bir qədər çətin başlaya bilər, lakin səbirli olsanız, hər şey yoluna düşəcək. Səhər saatlarında həssaslıq artacaq, tənqidə qarşı dözümsüzlük və əsəbilik müşahidə oluna bilər. Bu səbəbdən də əhvalınızı ətrafdakılara bildirməməyə çalışın, münasibətləri korlamaq asan, bərpa etmək isə çətindir. Günün ortalarında geniş miqyaslı bir işə başlamaq istəyəcəksiniz. Bu səbəbdən uzun müddətdir başlamadığınız layihələrə indi start vermək vaxtıdır. Yetərincə səy göstərsəniz, bu işlər gələcək üçün yaxşı zəmin yaradacaq. Səhərdən başlayaraq mühüm və məsuliyyətli işlərin öhdəsindən mükəmməl gələcəksiniz. Həvəs və coşqu yaranan hər hansı maneələri dəf etməyə kömək edəcək. Siz təkcə cari problemləri həll etməyəcək, həm də gələcək üçün yaxşı zəmin yaradacaqsınız. Günün ortasında bir çox ox atanlar vəziyyətə uyğunlaşmaq bacarığından faydalanacaq. Şərtlər bəzi planları ləğv etməyə məcbur edəcək, lakin bu sizi kədərləndirməyəcək. Nəticədə hər şey gözlədiyinizdən də yaxşı nəticələnəcək. Əsas odur ki, uğurlu anları qaçırmayasınız və boş yerə narahatçılığa vaxt sərf etməyəsiniz. Əgər dağları yerindən oynada bilməsəniz də buna çox yaxınlaşacaqsınız. Gücünüz və enerjiniz çox olacaq, ağıllı və ehtiyatlı davranaraq uğur qazanacaqsınız. Əməkdaşlar və rəhbərlik sizin zəhmətinizi mütləq qiymətləndirəcək. Ambisiyanız və təşəbbüskarlığınız böyük nəticələr verəcək. Bəzi ox atanlar çoxdan arzuladıqları məqsədə çatacaq. Yeni işgüzar əlaqələr qurmaq və mövcud münasibətləri gücləndirmək üçün yaxşı gündür. Birgə iş çox məhsuldar olacaq. Hər addımınızı diqqətlə düşünün. Siz ani qərarlar verməyə meyilli olacaqsınız və bu qərarların uğurlu olması ehtimalı azdır. Səbir və ehtiyatlılıq ciddi səhvlərdən qaçmağa və yaxın gələcəkdə problemlər yaşamamağa kömək edəcək. Təcrübəli insanların məsləhətlərini və xəbərdarlıqlarını qulaq ardına vurmayın. Sizə elə gələ bilər ki, hər şeyi hamıdan yaxşı bilirsiniz, amma bu yanaşma sizə baha başa gələ bilər. Bəzi ox atanlar həddindən artıq özünə inam səbəbindən problemlərlə üzləşə bilər. Ölçülüb biçilmiş olmadan verdiyiniz vədləri yerinə yetirmək hər zaman mümkün olmayacaq. Uzaq səfərlər də uğurlu keçməyəcək, yol gözlədiyinizdən çox vaxt alacaq. Oğlaq. Günün əvvəlində vacib işlər planlaşdırmayın. Əsas məsələlərə diqqət toplamaq və xırdalıqlardan yayınmaq çətin olacaq. Ətrafınızdakilarla mübahisələrdən uzaq durun, çünki öz mövqeyinizi müdafiə etmək adi günlərdən daha çətin olacaq.
qarşısı alına bilən gözlənilməz xərclər mümkündür. Buna baxmayaraq ciddi problemlər olmayacaq və xırda çətinliklərin öhdəsindən uğurla gələcəksiniz. Tədricən müsbət tendensiyaların təsiri güclənəcək. Bəzi oğlaqlar üçün yeni imkanlar açılacaq. Gözləmədiyiniz insanlardan yardım təklifi ala bilərsiniz. Gün parlaq və hadisələrlə dolu olacaq, amma bir qədər ziddiyyətli keçəcək. Səhər saatlarında ətrafınızdakıların dəstəyinə arxalana bilərsiniz. Uğurlu an uzun müddətdir başlamağa cəsarət etmədiyiniz işlərə başlamaq üçündür. Hər şey düşündüyünüzdən daha asan və sürətlə alınacaq. Müqavilələrin bağlanması, biznesin inkişafı və karyera uğurları üçün əla zamandır. Əksər oğlaqlar başqalarının gözündə nadir hallarda olduğu qədər cazibədar görünəcəklər və bu fürsətdən istifadə etmək olar. İnsanlar asanlıqla güzəştə gedəcək, kömək təklif edəcək və ya endirim edəcəklər. Yeni tanışlıqlar mümkündür, bunlar sadəcə flört deyil, daha ciddi münasibətlərə çevrilə bilər, hər şey sizin addımlarınızdan asılı olacaq. Ən çətin tapşırıqlardan qorxmayın, bugün onların öhdəsindən asanlıqla gələ bilərsiniz. Tək qalmayacaqsınız, ətrafınızdakı insanlar sizə həm mənəvi, həm də real dəstək verəcəklər. Bir çox oğlaqlar özlərinə inamlı olacaq və xırda uğursuzluqlar belə onları ruhdan salmayacaq. Şəxsi həyatda müsbət dəyişikliklər mümkündür. Əgər münasibətlərdə gərginlik vardısa, indi onları aradan qaldırmaq asan olacaq. Daxili düşüncələrinizi bölüşməkdən qorxmayın, bu münasibətləri daha isti və səmimi edəcək. Yaxın qohumlarla köhnə ziddiyyətləri həll etmək, kəskin məqamları yumşaltmaq və yeni ümumi maraqlar tapmaq şansı yaranacaq. Lakin incikliyiniz arta bilər, buna görə də ən zərərsiz tənqidlərə belə həddindən artıq kəskin reaksiya verə bilərsiniz. Buna görə də hər şey sizin əhvalınızdan və davranışınızdan asılı olacaq. Günün ortası şübhəsiz ki, asan olmayacaq. Bu zaman oğlaqlar ətrafdakılardan xüsusilə tələbkar ola bilər və onların ümumi işlərə verdiyi töhfəni aşağı qiymətləndirə bilər. Öncədən nəticə çıxarmaq və emosiyaları açıq şəkildə ifadə etmək olmaz. Əgər pozitiv əhvala köklənməyə çalışsanız, baş verənlərdə çoxlu yaxşı şeylər görəcəksiniz. Gərgin, amma səmərəli gün olacaq. Hər şeyin öhdəsindən gəlmək üçün səy göstərməlisiniz. Bəzən başqalarından yardım istəmək lazım olacaq. Narahat olmayın, sizə məmnuniyyətlə kömək edəcəklər. Çox açıq və dürüst olacaqsınız, bu isə hər kəsin xoşuna gəlməsə də aydınlıq yaradacaq. Faydalı insanlar tanıyacaqsınız, bəziləri dostunuza çevriləcək. Hətta iş yoldaşlarınızdan biri ilə romantik münasibət başlaya bilər və bu işə mənfi təsir etməyəcək. Özünüzə güvənin. Eyni anda bir neçə işlə məşğul olmalı olacaqsınız və bu asan olmayacaq. Ətrafınızdakılar sizə kömək edə bilməyəcəklər, hətta sınanmış müttəfiqlər də bəzi səbəblərə görə sizi yarı yolda qoya bilərlər. Bunun üçün onlara görə məyus olmayın, vəziyyətə anlayışla yanaşın. Günün ikinci yarısı daha uğurlu keçəcək.